Assalamu alaikum ve rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Elhamdülillahi'llezî cealel hamde miftahan li zikrih ve sebeben lil mezîdi min fadlih ve delilen ala âlâihi ve azametih ve salatu ve selamu ala abdillahi ve rasulih ve sefiyyihi ve habibih ve hafizi sirrih ve mübelligî risalatih seyyidina ve nebiyyina ve mevlana Ebil Qasimil Mustafa Muhammed. وعلى علي أمير المؤمنين وعلى الحسن والحسين وعلى علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المهدي. اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات. أوصيكم ونفسي بتقوى الله. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Danışdığımız mövzu ubudiyyət və bəndəlik mövzusudur və keçən həftə qeyd elədik ki, İnsanların Allah tərəfindən boynuna gələn təklif, yəni dini hökmlərə riayət eləmək, vacib və haramlar bəzi insanlara çətin gəlsə də, əslində məsələyə diqqətlə yanaşdıqda, məsələ incələndikdə bəlli olur ki, bu bizə elə gəlir ki, çox çətin məsələdir, Allaha bəndə olmaq, ilahi hökmləri icra eləmək. Əslində dinin ən xoş, ən ləzzətli hissəsi məhz bu hökmlər hissəsidir və bu hökmlərə əməl eləməkdir. Ümumiyyətlə, bəzi amillər var ki, çətin işləri insanlar üçün asanlaşdırır və yaxud acı şeyləri insan üçün şirin eləyir, xoşluğa çevirir. Müxtəlif amillər var ki, İşləri bizim üçün asan eləyir, asanlaşdırır. Misal üçün, hər hansı bir şey bir xalqın adət və ənənəsidirsə, onun mədəniyyətinin bir elementidirsə, insanlar o işi rahat yerinə yetirirlər. Heç kəs o məsələnin çətinliyinə diqqət eləmir. Bir şey adət oldusa, ənənə oldusa, xalqın mədəniyyətinə çevrildisə, onu icra eləmək o xalq üçün asan olur. Novruz bayramı qeyd elədik və müxtəlif bu bayramın adətləri var xalq arasında. Yəni, məsələn, ilin başqa vaxtında uşaqlara deyəsən, gedin odun yığın, od qalayacaq, onu çətinliklə icra eləyərlər. Amma elə ki, bayram gəlir və bu bayramın adəti, ənənəsi olduğuna görə görürsən, bu işi insanlar ürəklə yerinə yetirir və onun çətinliyini nəzərə almırlar. Onun çətinliyi insanlar üçün asanlığa çevrilir. Müxtəlif şirniyyatlar pişirirlər qadınlar. Nə qədər zəhmətə başa gəlir, nə qədər vaxt qoyurlar. Mən görmüşəm, hətta yataqda olan, xəstə olan xanımlar bayram gəldikdə məcbur eləyib özlərini bu şirniyyatları pişirirlər, misal üçün. Bunlar hamısı misaldır. Ona görə ki, bu cəmiyyətdə bir adətdir, ənənədir və adət, ənənə insanlar üçün görüləcək işləri asanlaşdıran amillərdən biridir. Bu insanlar üçün o məsələləri asanlaşdırır. Bütün xalqlarda belədir. 2 taxta parçası ilə yemək çətin məsələdir. Amma tutaq ki, Yaponlar bunu könül xoşluğu ilə eləyir. Bəzi xalqlar var, onların geyimləri elə geyimdir ki, o geyimlə rahat yol getmək olmur. Amma bu mədəniyyətdir deyə onun çətinliyi insanlar üçün asanlaşır. Ümumiyyətlə, mədəniyyət, adət, ənənə çətin işləri insanların gözündə asanlaşdıran amillərdən biridir.
İnsanlar bu məsələdə çətinliklərə rahat dözürlər, yorulmurlar. İkinci amil insanın yanaşmasıdır məsələyə. İnsanın baxışı və fikridir. Hər hansı bir məsələnin asanlaşması üçün mühüm məsələlərdən biri budur ki, insan o məsələyə necə yanaşır. O yanaşma çox mühüm məsələdir. Məsələn, insan oturur, düşünür ki, filan şey mənə xeyirlidir. Məsələn, elm oxumaq. Elmin faydalarını bilir, ondan sonra elmin çətinliyi onun üçün aradan gedir, elm asanlaşır insan üçün. Elm oxumaq üçün nə qədər zəhmətlə qatlaşır, nə qədər əziyyət çəkir, nə qədər ləzzətləri özünə haram eləyir. Çünki onun faydasını bilir. Və yavaş-yavaş bu çətinlik onun üçün bir ləzzətə çevrilir. Yəni, yəqin ki, çoxumuz, mən şəxsən özüm də bunu təcrübə eləmişəm məktəb illərində. İnsan özü başa düşürsə ki, elm oxumaq lazımdır və artıq əvvəl nəyəsə müqavimət göstərir, hansısa şeylərdən çəkinir ki, ləzzətlərdən uzaqlaşır ki, elmə yiyələnsin. Sonra isə bu elmin çətinliyi aradan gedir və onun üçün asan və ləzzətli, xoş bir məşğuliyyətə çevrilir elm öyrənmək. İnsan oturub fikirləşir ki, mənim ailəm üçün ruzu lazımdır. Ruzu dalıyca getmək üçün səhər tezdən yuxudan durur, gedir gün ərzində işləyir, axşam evinə gəlir. O çətinliklər gözündə olmur insanın. Çünki işin əhəmiyyətini anlayır, başa düşür. Yanaşma çox məsələni həll eləyir insan üçün. İnsanlar var, məsələn, futbol azarkeşidir. Görürsən, hansısa bir yarışa baxmaq üçün nə qədər əziyyət çəkir, bilet əldə eləyir, gedir saatlarla o səs-küyün içində oturur. Əvvəllərlə bu taxta stullarda otururlar, o qədər əziyyət, zəhmət çəkir. Evə gəlsə əgər, məsələn, anası soruşa bilər ki, sən niyə özünə bu qədər əziyyət verirsən bir dənə oyuna baxmaq üçün? Azarkeş olmayan, həvəskar olmayan insan üçün çətin gələn işlər bunun üçün çox asanlaşır. Yanaşma çətin məsələni insan üçün asanlaşdırır. İnsan bəzən ağır bir işi ləzzətlə yerinə yetirir. Bu nəyin nəticəsidir? İnsanın bu məsələyə yanaşmasının nəticəsidir. Bu müqəddimədir. Ona görə bunları danışıram ki, insan ümumiyyətlə tələsməsin deməyə ki, din hökmlərinə əməl eləmək çətindir. Tez sürətlə qəzavət eləməsin bu məsələdə. Allah qiyamətdə bizdən soruşacaq bütün insanlardan, sənə çətin gələn nə idi? 5 dənə namaz qılmaq gündə. Bu çox çətin idi sənin üçün. Əvvəl vaxtda namazlarını qılmaq, azan vaxtında dayanıb Allahın huzurunda namaz qılmaq. Ondan sonra deyəcək, sənə misallar çəkəcək. Sən dünyada o qədər bundan ağır işlər görürdün, heç uf da demirdin. Niyə buna çatanda bu sənə çətin gəlirdi? Öz həyatında o qədər ağır işlər, çətin işlərə sinə gəlmisən, heç narahat da olmamısan. Misallar göstərəcəklər hər birimizin həyatından. Ki, o qədər çətinliklərə dözürdün. Bir nəfər sağlam olmaq üçün səhər yuxusuna haram qatır, durur, qaçır, gəzir, idman eləyir. Ağırlıq qaldırır. Bunların hamısı çətin işdir. Amma yanaşma insanda həvəs yaradır. Doğru düzgün yanaşma insan üçün çətin işi asanlaşdırır. Və sənin yanaşman ibadətə, dini hökmlərin icrasına, Allaha bəndə olmağa yanaşman düz olsaydı, o işləri çox rahat eləyərdin. Sən çətin görürsən, deməli sənin yanaşmanda problem var. Kim sənin həyata yanaşmağı xarab eləyib ki, sən Allahın hökmlərinə itaəti özünə çətin bir şey bilirsən. Sənin zövqünü kimsə xarab eləyib. Sənə kimsə asan şeyi çətin təqdim eləyib. Təbliğatla, müxtəlif işlərlə ki, sən bu şeyləri özünə çətin bilirsən. Sən xoşa gələn şeyləri xoşlamırsan, xoşa gəlməyən şeyləri xoşlayırsan. Görürsən, insanlar var, zövqü xarab olub. Bəzən ziyalılar deyir ki, məsələn, bu bayağı musiqilər ki var, onlar insanların zövqünü xarab eləyir. Bəziləri deyir ki, dinləmək istəmir, başqa şeyə qulaq assın.
Amma alimlər deyir ki, yox, başqa şeyə qulaq assın, yox. İnsanların kütləvi şəkildə zövqü xarab olur, sonra səviyyəli şeyi dinləmək istəmir, səviyyəsiz şeylərə maraq göstərir. Çünki bu geniş vüsət alırsa cəmiyyətdə bu bayağı musiqilər, insanların zövqü xarab olur. Yaxşıya pis, pisə yaxşı deyirlər. Bu təsirsiz ötüşmür. Dəyərsiz şeylərə diqqətlə qulaq asır, maraq göstərir, dəyərli şeylər gözündə dəyərdən düşür. 24 saat ərzində biz müxtəlif işlər görürük ki, ah da demirik. Amma nə üçünsə dini hökmlərə gələndə bu bir psixoloji məqamdır. İnsanlarda belə bir təsəvvür yaranır ki, bunlara itaət eləmək çətin məsələdir. Bir qarın yemək üçün gedir bazara, o ərzağı alır, gətirir, vaxt qoyur, bişirir. Onu yeyir, ondan sonra onun, üzr istəyirəm, mən bu sözləri danışıram da, mövzu ilə əlaqəlidir deyə, məcburam bəzən bu mətləbləri deyəm, hədislərdə də buna işarələr var. Gedir elə bir yerdə oturur ki, o yediyinin çölə çıxması üçün ki, bir dəqiqə insanın hövsələsi çatmaz orada otursun. Əleyhissalam buyurur ki, sən nəyə məğrursan ey insan? Sən bir yadıva sal, dünyaya hardan gəlmirsən? Ən murdar yerdən xaric olmuşsan, axırda da bir murdara çevriləcəksən. Ortada da nəyi daşıyırsan qarnında, onu da nəzərə al, sonra bil ki, nəyə təkəbbür edirsən. Nə qədər özü qaldırırsan, bir özünü tanı. Bütün bunları insan eləyir, gileylənmir. Allahın hökmünə çatanda, Allahın hökmlərinə itayətə çatanda ağır gəlir ona. Ax, sən bundan da ağır işləri görürsən, heç gileylənmirsən. Mən hərdən görürəm, siz də yəqin görmüsünüz, maşınla gedir bir cavan oğlandı, musiqinin səsi o qədərdir ki, vallah, yolun qırağında o dükanların vitrinləri az qalır, titriyir. Vallah, sözün birbaşa mənasında. Bu məşəqqətdir. Yəni, bir adama işgəncə vermək istəsən, onu maşında otuzdurasan ki, bu sənin üçün işgəncədir. Amma bunu xoşluqla eləyir. Çünki xarab eləyib özünü. Sən özü neynəmirsən, zövqü nə günə qoymusan ki, sənə bu ləzzətli bir şey gəlir. Bu xoş bir şey kimi gəlir. Mən deyərəm, işgəncənin ən ağır növüdür bu. İnsan üçün. Ki orada bir an oturmaq mümkünsüzdür. Bu istirabdır insan üçün. Ona dözmək deyirəm çox ağırdır. Amma insan üçün asan gəlir. Ona görə də dini hökmlər mövzusuna gələndə, Allaha itayət mövzusuna gələndə biz gərək tez qəzavət eləməyək. Ki bu çətindir. Ki bu bizim hər birimizin içimizdə var. Bəzən biz bəzi şeyləri demək istəmirik, amma hərdən ürəyimizdən keçir. Hərdən mən danışanda, məsələn, buradan yerdən deyirlər, əstəğfirullah. Əslində, əstəğfirullah demək lazımdır. Mən burada günah söz danışmağa çıxmamışam ki, burada Allaha asi olan sözləri danışım. Bəzən insanların ürəyindən bu fikirlər keçir, onu yaxşı olar insan dilə gətirsin və cavabını tapsın özü üçün. Cavabını araşdırsın, tapsın, özünü qane eləsin. Mühit, tərbiyə, səhv təfəkkür bəzən insanları xarab eləyir və biz bəzi işləri asan bilirik ki, onlar çətindir. Bəzi işləri çətin hesab edirik ki, onlar çox asandır. Allahın yaratdığı dünya ləzzətlərini mən heç eləmək istəmirəm. Onların özlərinin ləzzətləri var insan üçün. Allah bəxş eləyib bu nemətlər insanlara. Mən demirəm, dünya ləzzətlərinin heç bir ləzzəti yoxdur. Təbii ki, bunların ləzzəti var. Evlənmək yaxşı bir şeydir, övlad çox şirin bir şeydir. Yemək ləzzətlidir, paltar giyinmək ləzzətlidir. Amma bütün bunların yanında Allah olmasa, Allaha inan bu şeyləri əhatə eləməsə, baxıb görürsən ki, o qədər də ləzzətlidir bunlar. Bəzən də yorur insanı. Bəzən də ağır yükə çevrilir insan üçün. Təkrar işlərdir. Başqa varlıqlar da bu ləzzətlərdə bizlə şərikdirlər. Onlar da evlənirlər. İndi toy eləməsələr də, amma elə mahiyyət eynidir. Onlar da çörək yeyirlər, yemək yeyirlər. Onun üçün də otu yemək elə ləzzətlidir. Nisbi anlayışlardır. O şeylər ki, sən gözünün ucundan ona baxmırsan, o razıdır ki, başqa heyvanı parçalaya yeyə,
ki, sən o heyvana ikrahla baxırsan, amma onun üçün ləzzətli bir şeydir. Çox nisbi ləzzətlərdir bunlar, ötəri ləzzətlərdir bunlar. Bütün heyvanların balalarını nəvaziş eləmək onlar üçün ləzzətli bir işdir. Pişiklər görürsən, balalarını yalayırlar, başqa heyvanlar öz balalarını nəvaziş eləyirlər. Bunlar ləzzətlərdir, heç kəs də bu ləzzətləri inkar eləmir. Amma o qədər də təqdim olunan qədər çox ləzzətlidir. Biz elə bilirik, çox ləzzətlidir. O qədər də ləzzətli işlərdir. Bir vasitə lazımdır ki, bu şeylərin ləzzətini artırsın bizim yanımızda. Üzr istəyirəm, nauzubillah, bəziləri yeməyin yanında içkini qoyur, içir nəyə görə? Çünki bunun ləzzəti kifayət eləmir. İstəyir bir şey əlavə eləsin ki, o ləzzəti artırsın özü üçün. Bəzi adam var, mən eşitmişəm, süfrəyə oturmaqdan yorulub, deyir, həm nə olsun, nə qədər olar yemək? Onun yanında gərək bir şey olsun ki, bu yemək mənə ləzzət versin, yemək. Ləzzəti o qədər deyil, nə isə artırmağa ehtiyac var deyə insanlar haramlara tərəf gedir. İnsanlar günahlara tərəf gedir. Allah da deyir ki, bütün bu adi işlər ki, dünyada görürsünüz, onun ləzzətini artırmaq üçün mənim eşqimlə, məhəbbətimlə məst olun. Mənim məhəbbətim ürəyinizə düşsün, ondan sonra görəcəksiniz ki, yeməyin də insan üçün ləzzəti var, xoşluğu var, yatmağın da insan üçün. Hər bir işə ləzzət qatan mənim məhəbbətimdir. Allah buyurur ki, bu dünyada yaşamaq çox çətindir. Mənim məhəbbətim ürəyinə düşsün, məst eləsin səni ki, bu çətinliyə bir tər dözəsən. Yoxsa bu dünyada qalmaq çətin məsələdir. Bəziləri bu dünyanın çətinliyini asanlaşdırmaq üçün o məst edən şeylərə meyl eləyirlər ki, bu bir tər dözə bilsinlər bu yaşayışın çətinliyinə. Allah buyurur ki, sən məst ol mənim eşqimlə, məhəbbətimlə, məni tanı. Ondan sonra bu dünyanın ağırlıqları sənin üçün rahatlaşacaq. Bir şeyi rahat və ya çətin bilmək üçün ona münasibətdə baxışımızı dəyişməliyik. Ata-analar uşaqlarına elə tərbiyə verməsinlər ki, çətin olmayan şeyləri çətin görsünlər. Ata-ana çox məsuliyyət daşıyır uşaqların tərbiyəsində. Və bütün bu danışdıqlarım müqəddimədir. Çox insanlar dinə ona görə gəlmir ki, Allaha itayəti çətin bir şey bilirlər. Təklif nə deməkdir? Keçən dəfə dedik, təklif ərəb dilində bu hökmlərin icra olunmasına deyilir. Yəni bir insanlara Allah hökm verirsə, halal, haram, vacib, müstəhəb, bu verilən hökmə təklif deyilir ərəb dilində. Və o təklifi qəbul edən adama da mükəlləf deyirlər. Çox insanlar dindən ona görə qaçır ki, dində hökmlər hissəsi var. Bu hökmlər hissəsini çıxart dindən, xristiyan dinində olduğu kimi. Din asanlaşar insanlar üçün. Vacib, haram, müstəhəb, məkruh olmaya, onda insanların dinə tərəf gəlməyi asan olar. Amma bu hökmlər hissəsidir ki, bəzi insanların dindən qaçmağına səbəb olur. Mən istəyirəm bu cümələrdə ki, bəndəlik haqqında danışırıq, Allah qismət eləsin, bu məsələni araşdıraq ki, bu doğrudan çətindir, bu qədər ki, deyilir, o qədər çətindir, yoxsa bizə elə gəlir çətindir. Doğrudan da çətindir, yoxsa bizə belə təqdim olunur ki, çətindir. Biz Allaha özünə müraciət eləyək. Deyək ki, ilahi, hamı səni çox istəyir. İçki içənlər də çox istəyir, namaz qılmayanlar da çox istəyir, hicab geyinənlər də, geyinməyənlər də çox istəyir. Amma sən bir iş görürsən ki, cəmaatı özündən uzaqlaşdırırsan. Nə ilə uzaqlaşdırırsan, gətirirsən, deyirsən, sizə namaz vacibdir. Gətirib deyirsən, sizə oruc vacibdir. Filan yerə baxmaq olmaz. Filan sözü danışmaq olmaz. Cəmaat qaçıb gedir, çünki çətin gəlir. Özündən bu hökmlər vasitəsilə insanları uzaqlaşdırırsan. Axı, niyə belə eləyirsən? Elə sən bir sıra musiqilər, dualar bizə göndərərdin ki, könlümüzü xoş eləyək, o musiqilərlə, dualarla gedək, həftədə bir dəfə, ayda bir dəfə o mahnılardan oxuyaq, səninlə münasibət yaradaq.
daha asan olardı bizlər üçün. Yoxsa sən deyirsən ki, avqust ayında oruç tut məsələn. Bu səbəb olur ki, insanlar, səni sevən insanlar səndən uzaqlaşsınlar. Niyə bu cəmaatı bu ağır hökmlərlə özündən uzaqlaşdırırsan? Niyə İslamdan, imandan uzaqlaşdırırsan? İş o yerə çatır ki, mənim kimi insanlar bəzi hökmləri cəmaata deməyə qorxuruq. Ki, desəm qorxacaqlar. Bəziləri deməyə cürət tapa bilmirik. Sən toyları elə ki, elə qadınlar, kişilər bir yerdə olsun ki, cəmaat dindar olsun. Cəmaat dediyinə gəlsəm, gərək qadın kişidən ayrı olsun. Bu toy olmadı da. Sən elə bunun hökmün asanlaşdır, ya hökm göndərmə, elə hamısı ilə dost olsun. O qədər olur ki, mən bir, məsələn, özümdən misal çəkim, hansısa bir şəri hökmü deyirsən, insanlar mübahisə edir adamla. Ki, nə oldu dahi, siz qoymursunuz yaşamağa? Halbuki mən özümdən hökm çıxartmamışam. Bu, Allahın göndərdiyi hökmdür. Deməyə cürət eləmir insan. Hökmləri dilə gətirməyə cürət eləmirsən, danışmırsan. Allahdan soruşaq ki, niyə bu hökmləri göndərmirsən insanlara? İndi Allahın cavabını eşidək ki, Allahın dilindən mən sizə bu cavabı deyim ki, Allah buyurur ki, mən bu insanları yaratmışam. Əvvəla bunu bilin ki, yaratdıqlarımdır deyə hamıdan çox istəyirəm mən bu insanları. Mənim məqsədim budur ki, bu insanlar məndən uzaqlaşsınlar. Mən bütün peyğəmbərlərimi elə ona görə yollamışam ki, bu insanları özümə bağlayam. Mənim məqsədim budur ki, cəmaat, insanlar məndən uzaq qaçsınlar. Məndən üz çevirib getsinlər. Siz məyər bu bəndələri məndən çox istəyirsiniz ki, mənə yol göstərirsiniz. Niyə bu bəndələri özündən uzaqlaşdırırsan? Bir susuz adam deyir, səhrada gedə, azuqəsini itirə. Susuzluqdan az qalır həlak olsun. Birdən suyu tapır, necə sevinirsə, Allah buyurur ki, mənim günahkar bəndəm tövbə eləyib mənə tərəf qaydanda mən elə sevinirəm. Halbuki onun bir bəndənin itayətinə ehtiyacı yoxdur. Mən bu bəndələri çox sevirəm. Mən bu bəndələri özümdən uzaqlaşdırmaq üçün yaratmamışam. Mən bu cəmaatı istəməsəydim, Hüseyni Kərbəlaya göndərməzdim ki, o qədər əziyyət çəkdi, təki bu insanlar onun vasitəsilə hidayət olsunlar. Mən cəmaatı sevməsəydim, özümün ən əziz bəndələrimin zülmə, çətinliyə düşməsinə razı olmazdım. Sizcə İmam Hüseynin Kərbəlada o cür şəhid olmasının hikməti nə idi? Allahın ən əziz bəndəsi o zaman İmam Hüseyn əleyhissalam idi. Ondan əzizi yox idi. Allah onun o qədər çətinliyinə dözür nə üçün? Ona görə ki, o vasitə ilə insanlar hidayət tapsın. 14 məsumun hər birinin baxın məzlumiyyəti. Yeganə səbəb budur. Xanım Fatimə-i Zəhranın o qədər əziyyət çəkməsinin ki, Allah yanında Fatimə hansı məqamdadır? Bunu heç bir insan izhar eləyə bilməz ki, Fatimənin Allah yanında qiyməti nə qədərdir? Nə qədər əzizdir Allah üçün? Xanım Fatimə-i Zəhranın o çətinliyinə, Həzrəti Əlinin o müsibətlərinə səbəb budur ki, insanlar bu vasitə ilə hidayət tapsınlar. Əgər mən bu insanları sevməsəydim, ən əziz bəndələrimin bunların yolunda fəda olmasına razı olmazdım. Bundan sonra deyəsən ki, Allah ağır hökmlər göndərib ki, bəndələr ondan uzaqlaşsın. Allah cəhənnəmdən də danışanda Quranda bizi sevdiyinə görə danışır. Bir alim gözəl misal çəkirdi, deyirdi, evdən uşaq çıxanda ana təkrar eləyərək ki, ehtiyatlı ol, ehtiyatlı ol. 100 dəfə bir sözü təkrar eləyər ki, məsələn, uzaq səfərə gedəndə ehtiyatlı ol, maşını yavaş sür, ehtiyatlı ol, 100 dəfə deyər, buyurur Allahın Quranda cəhənnəmdən danışması buna bənzəyir. Allah cəhənnəmi buna görə təkrar deyir ki, yəni ehtiyatlı olun. Sevgisinin nəticəsidir ki, cəhənnəmdən danışır bu qədər.
Mən hökmlər göndərmişəm ki, insanlara ağır olsun. Mən bu insanı tanıyıram. Vallah bu hökmlərə itaət eləmək insanlar üçün ağır bir şeydir. Sadəcə o qədər uzun əsrlər boyu təbliğ gedib, o qədər bunun əksinə danışıblar ki, insanlar yaxınlaşmaq istəmir ki, bu qorxulu bir şeydir, bu ağır bir hökmdür. Bütün dinin hökmlərinə insan əməl eləsə böyük hünər göstərməyib. Çünki burada bir çətin bir iş yoxdur. 17 rükət gün ərzində namaz qılmaq çətin məsələdir, yəni. Deyilən qədər, bu qədər ki təbliğ olunur, o qədər çətin məsələdir. Bir adamın yalan danışmamağı, qeybət eləməməyi, qumar oynamamağı, içki içməməyi bu qədər ağır məsələdir. Bu qədər çətin hökmdür. Vallah nəinki çətin deyil, əksinə çox ləzzətli və xoşdur. O qədər oxu, oyna, çal, danış, gül, bu qədər təbliğ. Nəticəsi bu olur ki, bu şeylər çətin gəlir insanlara. Nəticəsi belə olur. Hökmlərin çətinliyi var. Amma Allah qismət eləsə, gələn həftələrdə Allah ömür versə, mən çalışacağım, açıqlayam ki, bu çətinlik nə dərəcədədir və bu itaət eləməyin ləzzəti nə qədərdir insanlar üçün. Cəmaat ləzzət tələbliyinə görə hökmlərə itaətdən qaçır, amma bilmir ki, ən böyük ləzzət Allahın hökmlərinə itaətdədir. Ən böyük ləzzət. İnsan övladının dada biləcəyi ən böyük şirinlik bu hökmlərə itaətdədir. Cəmaat ləzzət istədiyindən bu hökmlərdən boyun qaçırır, amma biraz dözsə, qıraqdan tez qəzavət eləməsə, bir müddətdən sonra bunu başa düşər. Hökmlər ləzzətli olmasaydı mahiyyət etibarı ilə, vallah Allah bu hökmləri insanlara göndərməzdi. Siz elə bilirsiniz ki, dünyada ən çox ləzzət alan insanlar ürəyi nə istəyir onu eləyənlərdir. Qıraqdan belə görünür vallah. Siz bilmirsiniz onların ruhunda nə vəziyyətdir, nə haldadırlar, onların keçirdiyi daxili vəziyyət necədir. Onu siz bilmirsiniz, biz bilmirik bəlkə. Biz elə bilirik ki, o kefi ürəyi nə istəyir, kefi istəyənləri eləyən insanlar həyatdan ləzzət alır, amma bizə elə gəlir ki, onlar ləzzət alır. Onların içində hansı təlatümlər baş verir, biz onlardan xəbərsizik. Amma bu ağır hökmlərə əməl eləyən insanların həyatına bax, gör onların həyatdan aldığı ləzzətlər çoxdur, yoxsa ürəyi istəyəni eləyən insanların. İnsan gərək uzaqdan qəzavət eləməyə, daxil ola bu məsələyə, itaət meydanına daxil ola, bir müddət özünü itaətə vadar eləyə, sonra görə ki, insan üçün elə başqa canlılardan fərqləndirən insanı ən əsas cəhət və ən xüsusi ləzzəti Allah itaətdə qoyub. Sadəcə o dərhal hiss olunmur, biraz vaxt istəyir ki, onu hiss eləyəsən. Yanaşma məsələni dəyişir. Bir qadının, bir xanımın hər şeyi əlindən getsə, o qədər sinəsinə dağ çəkilsə ki, qardaşları, övladları bir-birinin dalıcan öldürülsə, ona münasibəti necə olar? Ki bu söz da dilimizin əzbəridir ki, İbn Ziyad xanım Zeynəbə deyəndə ki, nələr gördün Kərbəlada? Cavab verdi ki, ma rəeytu illa cəmila. Kərbəlada gözəllikdən, xoşluqdan, ləzzətdən başqa bir şey görmədim. Həmin bu yanaşmadır ki, o qədər ağır müsibətləri insan üçün ləzzətə çevirə bilir. Yanaşma düz olarsa, düzdür gözü ağlayır, saçı ağarır, beli bükülür. Amma qəm özü qəm ola-ola həm də şirindir, ləzzətlidir. Bunu bəlkə mən başa sala bilmirəm, çünki özüm dadmamışam. Amma vallah bu belədir. Həzrəti Zeynəb üçün Kərbəlada o müsibətlər hamısı qəm qarışıq bir ləzzət idi.
Ki İbn Ziyad onu soruşan kimi dərhal dedi ki, mən Kərbəlada ancaq gözəllik səhnələrini gördüm. Bir-birini əvəz eləyən gözəlliklər gördüm. O ağırlıqda müsibəti gözəlləşdirən Həzrəti Zeynəbin məsələyə yanaşmasıdır. Mən bugün bir şey sizə sübut eləmədim. Mən bu danışdıqlarım müqəddimədir və siz də indi borclu deyirsiniz ki, mənim sözümü buradan qəbul edirsiniz ki, filan kəs minbərdən dedi ki, itaət ləzzətlidir, deməli ləzzətlidir. Mən hələ sizə sübut eləmədim ki, o ləzzətlidir. Allah qismət eləsə çalışacağam ki, gələn həftələrdə açıqlayam ki, bu itaətin, ibadətin ki, mən bu qədər ləzzətini vurğulamaq istəyirəm, onun həqiqətən ləzzəti nədədir? Niyə bu qədər ləzzətlidir? Və İmam Zaman dövründə sözümü tamamlayıram. İmam Zaman əleyhissalamın dövründə cəmaat dəstə-dəstə dinə axışacaq. Bilirsiniz niyə görə? Sadə səbəb budur ki, bütün əks təbliğatlar qüvvəsini itirəndə insanlar bir şey başa düşəcək ki, bu din təqdim olunan qədər çətin deyilmiş. Həm dostlar səhv təqdim eləyir, həm din adından danışanlar səhv təqdim eləyib, həm də düşmənlər səhv təqdim eləyib. O düşmənlərin yanlış təbliğatının qarşısı alınandan sonra, bu qədər insanlara ki, təbliğlə təsirlər qoyulur, din acı bir şey gəlir, özümüz də bilmədən şuuraltıda belə bir hal baş verir ki, biz dini hökmləri ağır bilirik. İmam Zaman dövründə bir məsələ baş verəcək ki, bu əllər, bu qara əllər kəsiləndən sonra insanlar baxıb deyəcəklər ki, bu din bu qədər ki, bizə çətin təqdim edirdilər, sən demə asan məsələymiş buna əməl eləmək. Bu o qədər də çətin deyil. Ona görə buyurur ki, dəstə-dəstə insanlar dinə axın eləyəcəklər, üz tutacaqlar dinə. Bir şey başa düşsə ki, insan bu xoşdur, ləzzətlidir və çətin deyil, o zaman insanlar özləri təbliğsiz bu dinə tərəf üz tutacaqlar ki, buyurur ki, İmam Zaman dövründə bütün insanlar demək olar ki, İslam dininə, Quran-ı Kərimin hökmlərinə üz tutacaqlar. Bu o zaman baş verəcək ki, insanlar başa düşəcəklər ki, dinə əməl eləmək bu qədər çətin deyilmiş. İmam Zaman əsas görəcəyi iş budur. Ki, o dini çətin təqdim eləyənlərin qarşısını alacaq və başa salacaq ki, əslində ürəyin istəyən kimi yaşamaq kimi dünyada acı bir şey yoxdur. Bir adam ki, keyfi nə istəyir, onu eləyir, onun yaşayışı zəhrimardan da acıdır. Ən acı yaşayış o yaşayışdır ki, insan keyfi nə istəyir, onu eləyər. Sən qıraqdan şirin görürsən, amma onun içinə daxil olsun, o nə vəziyyətdə olduğunu, hansı ruhu halda olduğunu bilsin, görərsən ki, qıraqdan görünən kimi deyil. Ləzzət və acılıqlara baxışımızı dəyişsək, o zaman dinə münasibətimiz də dəyişər və ağır görünən hökmlər bizim üçün ləzzətli bir işə çevirirlər. Bu ağır görünən hökmləri könül xoşluğu ilə və böyük bir ləzzətlə icra edirik. Allah qismət eləsin inşallah. Gələn həftə bunun dəlillərini sizə deyərik Allahın köməkliyi ilə. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbike venhar. İnne şani'eke huvel abtar. Sadakallah.